məsələdir? Qısa da olsa izah edirəm. Yəni, qardaşlar, bu məsələlərin əslində danışılmağını xoşlamıram. İstəmirəm bu məsələlərə hər kəs girsin. Əslində elə bunun ucbatından, yəni hər kəsin bilmədiyi məsələyə toxunması ucbatından, yəni məsələlər bu cür şişir və yaxud da insanlar bundan, yəni qardaşlar bundan parçalanır, bilmədiyi məsələlər girdiklərinə görə. Xülasəsi odur ki, hətta mən bu barədə səs yazıları var, onu da istəsəz, yəni qardaşlardan almağınızı tövsiyə edərdim. Yəni mənim xasiyyətimdə yoxdur, o səs yazılarını kiməsə verim, paylayım. Lakin qardaşlardan alın, çoxları yazıblar. İstər ayın 13-ü, avqustun 13-ü görüşündə olsun, istər avqustun 15-i görüşündə olsun, olanlar yazılıb. Alın, dinləyin, baxın, görün kim yalancıdır və kim doğru danışandır. Mən də rast gəlmişəm. Bəzi doğrudan da həqiqətən islah istəməyənlər yayırlar bu barədə. Həm də tərbiyəsizcəsinə olmayan şeyləri, biri dəccal yazı, biri kəzzəb yazı, biri baxın, bunu yayın. Hətta elə insanlar ki, biz illərlə deyil, 10 illərlə çiyin-çiyinə olduğumuz insanlar bunu və hətta bəziləri bunun iftira olduğunu biləndən sonra və bəziləri də bu söhbət üçün yenidən şahidlər gəlib məsələ dəqiqləşdiriləcəyini bilirdilər, lakin o arada fürsətdən istifadə edib yaydılar ki, tezbazar. Yəni, əgər məqsədləri kimsə vurmaq, alçatmaq, əzməkdirsə, onu istəyərdim, çatdırım hər kəsə ki, Rəbbimizin ucaltdığını heç kəs alçalda bilməz və onun alçaltdığını heç kəs ucalda bilməz. Boşuna özlərini yormasınlar. İftiralarla, bu yollarla özlərini boşuna yormasınlar. Və Allahdan istəyirəm ki, Rəbbim məni haqq üzərində ucaltsın və həmçinin cəm müsəlmanları. Yəni, xülasə deyirəm, lakin məsələ o qədər uzundur ki, orada xülasə eləmək də biraz çətindir, lakin ən sondan bir kəlmə deyərdim ki, nə Samin qardaşımız, nə də mən heç bir iftira atmamışıq və heç bir yalan danışmamışıq. Bu iki səs yazısını kim dinləsə, ona tam aydın olar ki, burada nə iftira yoxdur, nə yalan yoxdur. Bu sözün kökü müəyyən bir qardaşlar tərəfindən çıxmışdı, yəni bu işin sahiblərindən, hansı ki biz onun da adını heç yerə çəkməmişdik. Onun adını çəkən, burada atıb, aldadıb, nə bilim, nəysin, mənimsi və s. kəlmələri ortaya qoyan, ortada olan yalancılardır və fitnəkarlardır və kimisə aşağılamaq istəyənlərdir. Nə Samin belə deməyib, nə mən belə deməmişəm və bu barədə Samin qardaşımızın bir səs yazısını dinlədim. Bu barədə açıqlama verib. Və hətta mən qardaşımızla, o iş sahibi olan qardaşımızla da əlaqədə oldum bir neçə gün öncə və o da yəni bəzi kəlmələr işlətmişdi mənim və Samin haqqında və qardaş da halallıq istədi bizdən ki, məndən ki, yəni bu söhbəti dəqiqləşdirmədən belə olduğuna görə, lakin bu mövzuya çox toxunmaq istəməzdim. Bizim, yəni ki, belə deyim, bu məsələləri siravi insanların soruşması, axtarması, araşdırması xoşuma gəlmir. Və həmçinin orada bir məsələni qeyd ediblər ki, Muxtar peşmandır danışdığı yalandan və s. belə. Bunu da don giydirib yazırlar. Mən demişəm ki, mən peşmanam ki, kaş ki bu söhbətlər çıxmayaydı. Yəni, dəvət sahəsində belə söhbətlər yayılmayaydı. Kaş ki, heç kəs bunu açmazdı və s. Lakin deməmişəm ki, mən yalan danışmağıma peşmanam. Yalan danışdığım peşman olarım, lakin yalan danışmamışam. Zərrə qədər də yalan yoxdur. Yalnız orada işlətdiyimiz bir kəlmə $400 aformot olunub, yəni 400 dolardan hesaba alınıb heyvanlar, belə bir söz. Bunun da əsli kökü dedim ki, hardan çıxıb, hardan gəlib. Lakin o ki qaldı, deyilir ki, hamı yayır, filan kəslər yayır. Heç kəs yalan yaymır. Heç kəs atıb, aldadıb sözü yaymır. Kim bunu deyirsə yalan deyir. Belə deyil. Yalnız orada bu kəlməyə toxunub, bunun da əsası var. Lakin bunun kökü gələn insan səhv deyib, doğru deyib, bu başqa məsələdir. Və bizə aidiyyəti də yoxdur bunun.
Aydınlı məsələ. Yəni, burada heç bir yalançılıq, heç bir filan olmayıb və bunun da hansı məqamda deyildiyi, necə olunub bu söhbətin açıldığı da bu da açıqlandı. Və həmin söhbətdə bu söhbəti yayan adını çəkmək istəmədiyim, yəni adını çəkib şərəfləndirmək istəmədiyim birisi var. Yəni onun səs yazıları yayılır, mənə telefon zəng eləyib, eyni vaxtda Moskvadakı qardaşlara zəng eləyib, vaxtda onlarla yazışıb və s. Samin qardaşımıza zəng eləyib. Həmin kəs, yəni adını çəksəm şərəflənər, onun nəinki bu məsələdə, bir çox məsələlərdə yalandan danışdığı, yalandan lənət etdiyi, yalandan and içdiyi, yalan olmayan məsələləri ortaya qoyduğu, buna hər kəs şahid olduğu məclisdə olan, hətta qamətin özü də şahid oldu və bundan sonra da biz qamət qardaşından yazışanda onu təkrar ona vurğuladım. Orada müəyyən bir anlaşmazlıq qalmış, təkrar vurğuladım ona ki, belə deyil, bir yalancı şahid gəlir, mən deyirəm ki, bu məsələ olmayıb, danışılmayıb. Və 3 nəfər şahid deyir ki, əgər olsaydı biz eşlərdik, yəni olmayıb. Kimliyi, nə məqsəddə danışmağı bilinməyən, bəlli olmayan birisi yalancı olduğu halda səmimiyyətinə inanılır, olmayan bir söhbət, hətta Allah deyək ki, həmin adamlar ona inanırsa belə, ya qamət qardaş ona inanırsa belə, şəxsən onun şəxsiyyətini öncədən tanıyırsa belə, şəriətimizin bizdən tələb etdiyi forma tətbiq olunanda görünür ki, o yalancıdır. Çünki iddia edən şahid gətirməlidir. İddia etdi və şahid də gətirə bilmədi. Gətirdiyi şahidlər hamısı onun əleyhinə şəhadət verdi və məsələnin olmadığını söylədim mən və üstəlik ant da içildi və bundan sonra təkrar eyni sözü yayanlar fitnəkardan başqa nədirlər ki? Nədirlər fitnəkardan başqa? Nə məqsədləri var? Yaxşı, filan kəs yalancıdır, filan kəs dəccaldır, sonra məqsədiniz nədir bundan? Mən deyim, məqsəd nədir? Məqsəd bu kəlmələrlə kimisə yalancı çıxartmaq deyil. Məqsəd bu kəlmələrlə həmin şəxsin mənhəcini vurmaqdır. Həmin kəsin qarşıya qoyduğu dəlil sübutları cavab verə bilmədikləri üçün bu yolla susturmaqdır. Başqa bir məqsəd yoxdur. Bacarırlarsa bugün də gəlsinlər söhbətə. Və Rəbbim şahiddir ki, dəfələrlə çox şəxslərin vasitəsi ilə görüş tələb eləmişik. Ya bugün nə oldu ki, qoyun quzu söhbəti düşən kimi söhbətə oturası olduq? Yəni bizim söhbətimiz, mənhəcimiz, dinimiz qoyun quzu üzərində qurulub bəyən? Pul para üzərində qurulub? Bundan öncə 10 dəfələrlə müxtəlif şəxslərin vasitəsi ilə tək mən deyil, çox qardaşlarımız görüş tələb eləmişik və Quran sünnə ilə, səhabə fəhmi ilə bu məsələnin araşdırmasını, ortaya qoyulmasını tələb eləmişik. Və bir çoxlarından bunu tələb eləmişik. Hanı? Doğrudan da ədalətli, doğrudan da insafı olan insanlar varsa, doğrudan da kimisə vicdanı zərrə qədər tərpənəcə qoyub buna cavab versin onda. Əslində mən istəyirdim ki, indi toplaşmışsınız, bu sualları verirsiniz, məcburam cavab verməyə. Mən bu məsələləri çox dəfələrlə fikirləşdim ki, bir silsiləvi şəkildə dərs olaraq aydınlatma gətirim. Lakin sonra yenə bu fikrimdən çalışırdım ki, vaz keçim, bunu etməyim. Səbəb də ki, qardaşımıza olan, dəvət sahəsində olduğuna görə olan yəni münasibətlərimiz və s. dəvətə xələl gəlməməsi üçün. Lakin gözlədikcə daha böyük fitnələrin yayılması ortaya çıxır. Lakin gözlədikcə bəzi məkirli insanların, bəzi fitnəkarların bu məqamdan istifadə etdiyi ortaya çıxır. Və hər halda Rəbbimizin izni ilə bu bütün məsələlərə nöqtə bə nöqtə aydınlatma gələcək. Nöqtə bə nöqtə. Doğrusunu deyim ki, hərdən bəzən susub cavab vermədiyimə görə də peşman olmuşam. Ki, kəşki vaxtında və yerində bütün məsələlərə cavab verərdik və insanların gözü açılardı. Bu günlərim, məsələn, Rusiyadan gələn bir zəngdə bu kimi son 15-20 gündə yüzlərlə desəm yalan olmaz.
qardaşlar müraciət edib, hamısı nəyə görə bu məsələlərdə açıq, aydın, yəni mövqeyimizi ortaya qoyub, kimin xəta olduğunu yəni bəlli etmirsiniz, nəyə görə filan kəsləri cərh etmirsiniz və s. kimi suallar qoyurlar ortaya. Əlbəttə, cərh etmək mümkündür, danışa da bilərik. Lakin cərhdən öncə, necə ki, cərhin mövcudluğunu etiqad edirik, bəzən deyirlər cərh yoxdur filan, biz belə demirik, iftiradır, yalandır. Lakin nəsiyyəti də yəni ondan öncə mühüm görürük, zəruri görürük. Buna görə də istəyirik ki, islah olsun. Məqsədimiz ifsah deyil. Məqsədimiz müsəlmanları parçalamaq, dağıtmaq deyil. Məqsədimiz islahdır. Ona görə də səbr edirik. Fürsət düşdükcə başa salırıq, dəvət edirik. Əgər təbii ki, batil üzərində israr olarsa və şərtlər tamamlandıqdan sonra cəhdə olacaq. Aydındır. Nəsə qaranlıq bir şey var, yoxsa yox? Həmin məsələyə bağlı. Öz aramızda məsələ xülasəsi nə oldu? Öz aramızda nəyə ittifaq oldu? İttifaq oldu ki, o şahidlər yalan danışır. Yoxsa nəsə müəyyən... Açıq aydın. Yəni, bax, mən bu məsələni tövsiyə edirəm ki, özünüz dinləyin. Dinləyin, hər kəsdə var. Birinci gündüzdür, biraz daha çox səs küylüdür. Lakin orada həmçinin başqa məsələlər də ortada oldu. Qoyundan başqa məsələlər də ortaya düşdü. Orada bir çox məsələlər yəni izhar oldu. Bir çox məsələlər ortaya çıxdı. Yeni məsələlər çıxdı ortaya. Və həmçinin sonraki gündə yenə 2 gün sonra da söhbət edəndə yəni artıq açıq aydın göründü ki, o uşaq həqiqətən iftira atır, yalan danışır, söhbətlərin şişməsində, yayılmasında, yəni ola bilsin kimsə 1-2 yerdə harca kimisə yanında deyil və yayılmayıb, lakin bunu yəni kütləvi informasiya vasitələri ilə yayanlar həmin şəxslərdir. Və qardaşların adlarını hallandıranlar, iş sahiblərinin adlarını hallandıranlar da özləridir, başqası deyil. Bu hamısı aydın oldu və hamısı səs yazılarında var. Və ehtiyac varsa, təkrar bu söhbətə qayıtmaq mümkündür. Əgər kiməsə aydın olmayıbsa, kimsə başa düşməyibsə, təkrar söhbətə qayıda bilərik. Yəni, çox acıdıcı gəlir, çox ağır gəlir ki, insana, subhanallah, yəni bu qədər aydınlatmadan sonra yenə kimlərsə öz şəxsi mənafələrinə görə, öz havalarına, öz istəklərinə, şəxsi maraqlarına görə yenə bu söhbətlərdən əl çəkmirlər. Yenə bunu yayırlar. Bu sizlərə tanışan Məməlim, orada siz qeyd edədiniz ki, bəyərlərə ki, mən peşman olmuşum ki, günə kimi vaxtında danışmamışam. Onu başqa məsələn yoza bilərlər ki, o tələb olunur, görsən danışmır, vaxtında danışsaydı. Əlhamdülillah ki, bu mövzudan kənara çıxdın. Biraz bərkdən danışsaz daha yaxşı olar, səssiz yaxşı eşitlər. Amma qardaş deyir ki, mən peşman olmuşam ki, vaxtında danışmamışam kəlməsi ola bilsin ki, hansı cürsə bir çox mənalar yozula bilər. Yəni, bu kəlməni açıqlamasını istəyir. Vaxtında danışmamışıq, yəni ortaya bir çox məsələlər atlanda, bir çox məsələlər, xətalar, yalanlar, iftiralar və s. ortaya çıxanda həmən götürüb bəziləri kimi üstünə 5 də qoyub hələ danışmamışıq. Bizim 5 qoymağımıza ehtiyac yoxdur. Ən azı bəyan gətirə bilərdik ki, bu yalandır, bu iftiradır, məsələ bu cür deyil və s. kimi. Gətirə bilərdik, lakin bunu deməmişik. Deməməkdə məqsədlərimiz olub. Birincisi, qarşı tərəfin bu cür desək, islahına mane olar. Əksinə, gizlində nəsiyyət etsək və xəbərlər göndərsək, otursaq, danışsaq, elmi şəkildə müzakirə etsək, bu islaha daha yaxındır. Həmçin məqsədlərdən biri də kənardan baxanlar var. Yəni, bizi sevməyən insanlar var. Oturub gecə-gündüz bizim aramızda düşənləri
özləri üçün gülüş mərkəzinə çevirən insanlar var. Yəni, bizi sevməyib, haqqımıza danışanlar, yayanlar var. Onların dilinə dişində düşməyək. Bu məqsədlərlə yəni danışmamışıq. Və peşman olmağım da o baxımdan deyirəm ki, vaxtında cavabını versəydik hər kəsin, bu günlərim bir çox insanlar bu tələyə düşməzdilər. Bu söhbətlərin badına getməzdilər. Bu günlərim boşuna insanlardan rahat çəkindirməzdilər. Rahat onun bunun arxasınca hizbi, mümeyyi, nə bilim filancı, feşmancı deməzdilər. Fərqinə varmadan, deyilən kəlmənin hökm baxımından fərqinə varmadan. Bəli.